İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Xocavənd şəhərinə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə, 142 nəfər köçürülüb. Xocavənd şəhərinə köç eləyənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Artıq köç karvanı azad olunan əraziyə çatıb və ailələrə yeni mənzillərin açarları təqdim olunub. O günkü gündən bugünkü günə kimi ümid yaşayırdıq ki, biz nə vaxt gedəcəyik, ümidimizi itirmirdik də. Bugünkü gündə şükür Allaha. Ana yurda qayıtmışıq, vətənimizə qayıtmışıq. Biz buradan gedəndə uşaq idik. İndi nəvəli nəticəliyik. Qeyd edək ki, bu köçdə daxil olmaqla Xocavənd rayonuna ümumilikdə 234 ailə, 904 nəfərin daimi qayıdışı təmin edilib. Emin Babayev, Loğman İsmailov, Günəş Rızayeva, Space xəbər.